Hə, indi harda qalmışdıq? Biz bayaqlarım qaldıq demək 12-ci sualda. 12-ci sualda, belə 11-ci sualda cavab oldu nə? B variantı 29. 11-ci sualda. İndi 12-ci suala gəldik. 12-ci suala. 12-ci sualda görək nə deyir? Heç nə. Proqram nəticəsini istəyir. N 20-dir. N 20-dir. T bərabərdir. Məhz SQRT M. Kök altı 20-ni baxaq görək nə çıxır. Kök altı 20-dən 4 tam nə qədərsə çıxır. Qarşısında da int olduğu üçün bundan 4-ün özü çıxır. 4-ün özü. 4-ün özü çıxdı. Elə 4-ün özü çıxdı və düşdü aşağı. İ'nin qiymətləri oldu 1-dən 4 plus 1-ə kimi. T plus 1 yəni 5-ə kimi. Yəni i'nin qiymətləri olur. Axırıncı sərhəd götürülmür. 1, 2, 3 və 4. İ gəlir birinci 1-i alır. İ birinci 1-i alanda düşür aşağı. N'in qiyməti 20-dir, 20-dir. N'in qiyməti 20-dir. Deyir ki, N'in qiyməti 20-dir. 20-ni 1-ə böləndə, 20-ni 1-ə böləndə i'nin qiyməti axı 1-dir, 1. 20-ni 1-ə böləndə qalıq 0-a bərabərdir, deyirsən hə. S bərabərdir, S-in üzərinə i'ni gəlir. S-im 0 idi. 0-ın üstünə 1 gələndə olur neçə? 1. S də bərabər, B də bərabərdir. N'ni i'yə bölürəm. N'im neçədir? N'im 20-dir. 20-ni 1-ə böləndə elə tam hissə 20-ni verir. S də bərabərdir. S-in üzərinə B-ni gəlirəm. S-im neçədir? S-im 1-dir. 1-in də üstünə 20 gələndə oldu 21. 21. Sonra, indi i gəlir 2 alır. Demək, i gəlir 2 alır. I gəlir 2 alanda yenə təkrar sual verir. Bax burada, i gəlir 2-ni alır. 2-ni alanda yenə n'in i'yə bölünməsində. N neçədir? N'im heç vaxt dəyişməyib. N'im 20-dir. 20-dir. 20-nin 2-yə bölünməsindən alınan qalıq 0-a bərabərdirmi? 0-a bərabərdirmi? Deyirsən, hə. Burada t'nin qiyməti nə oldu? 4 oldu. N'in də qiyməti 20-dir. Elədirmi? N 20-dir. T'nin də qiyməti nədir? 4-dür. 4. İndi deyir ki, n'in 20-nin i'yə bölünməsindən 2-yə bölünməsindən alınan qalıq 0-dır. Yenə hə deyirsən. S bərabərdir. S-in üzərinə nə gəlir? i'ni gəlir. S-im 21 idi. 21. 21-in üstünə i'ni, 2-ni gələndə eləyir 23. 23. Sonra B də bərabərdir. N'in i'yə bölünməsindən tam hissə. B bərabərdir. B. N'in. N'im neçədir? N'im mənim 20-dir. 20-nin i'yə bölünməsindən. Demək, i'yə bölünməsindən alınan tam hissə mənə verir 2-ni də, 2-ni. O da S bərabərdir. 23-ün də üstünə, 23-ün də üstünə. O 2-ni gələndə eləyir 25. Sonra, i bərabərdir 3-ü alır, 3-ü. Deyir ki, 3-ü alanda, deyir ki, n, yəni 20, 20-ni 3-ə böləndə qalıq 0-a bərabərdirmi? Deyirsən, yox. 20-ni 3-ə böləndə qalıq 0-a bərabər deyil axı. Ona görə gedib nəyə götürür? 4-ü götürür. İ gedir 4-ü götürür. Demək, 20-ni 4-ə böləndə qalıq 0-a bərabərdirmi? 20-ni 4-ə böləndə 3-ə böləndə qalıq 0-a bərabər olmadı. Amma yox, burada 21-in üstünə 2 gəldim, elədi 23, 23. Sonra B 10-a bərabər oldu ki, burada səhvə yol verdim. Hesablama səhvine yol verdim. Bir dəqiqə üzr sayın. Burada S bərabər oldu 23-ə. B bərabər oldu, B bərabər oldu. N'in i'yə bölünməsindən tam hissə. N neçədir? N 20-dir. 20-dir. 20-nin 20-nin i'yə bölünməsindən. I neçədir? I də 2-dir. 20-ni 2-yə böləndə tam hissə mənə nə verir? 10 verir. B bərabər olur 10-a, 10-a. S bərabər olur. S-in üzərinə, bax bu S-in üzərinə B-ni gəlib. S-im 23 idi. 23-ün üzərinə 10-u gələndə mənə verdi 33. Bu 33, bu belə. Sonra i bərabər olur 3-a. I indi 3-ə bərabər olur. I 3-ə bərabər olanda 23-ə böləndə qalıq 0-dır, yox. Ona görə bu hisslərini yerinə yetirmirəm. Təzdən gedib ən axırıncı səfər 4-ü götürürəm. Bax, 4-ü. İ'də amma ödəmədi 3-də. Deyirəm ki, 20-ni 4-ə böləndə
Qalıq sıfıra bərabərdirmi? Hə, bərabərdir, bərabərdir. Ona görə də düşürəm aşağı. S-in üzərinə i-ni gəlirəm. S-in ən axırıncı səfər 33 idi. 33-ün üzərinə i-ni gəlirəm. I-min qiyməti neçədir? I neçəni gedib alıb? 3-ü almayıb da 3-də qiymət yerinə getirilmədi. 4-ü aldı. 33-ün üstünə 4 gəlirəm. Eləyir 37. B də bərabərdir. B-ni, E-ni, E-nin neçədir? 20-dir. 20-nin nəyə? İ-yə bölünməsindən. İ neçədir? 4-dür. 20-nin 4-ə bölünməsindən alınan tam hissə mənə verdi 5-i. S də bərabərdir. S-in üzərinə B-ni gəlirəm. S-im neçədir? S-im 37-dir. B-im neçədir? 5-dir. 37-nin də üstünə 5 gələndə mənə verdi neçə? 42. Təzələnən i gedir növbəti qiymət almağa. Növbəti qiymət yoxdur. Axırda 4-cü qiymətlə də 4-ü tərk edir. Mənə 42 dəyərini, yəni B-ni vermiş oldu. Bu da belə. Sonra biraz vaxt aparan suallar. Sonra gəldi 13-cü sualda. 13-cü sualda baxıram ki, burada x-in qiymətlərini. X-in qiymətləri nədir? Bax, x qiymət alır 3-ü, 3-dən 6-ya kimi. 3-dən 6-ya kimi o demək ki, ən axırıncı sərhədə 6-nı götürmüşdən. 4-ü, bir də 5-i. I gəlir birinciyi 3-ü alır. X gəlir daha doğrusu. Gedir 3-ü alır. X 3-ü alanda gəlir aşağı. 3-ü 2-yə böləndə, 3-ü 2-yə böləndə qalıq birdən fərqlidir. Qalıq birdən fərqlidir. 3-ü 2-yə böləndə bax, 3 bölünsün 2. Qalıq düşür 1. Birdən fərqli deyil. Ona görə də buranın yerinə yetirmir. İndi bura baxıram. 3-ü 4-ə böləndə qalıq 1-ə bərabərdir. Yox. 3-ü 4-ə böləndə qalıq 3-ə bərabərdir. Burada baxmıram. İndi 3-ü 5-ə böləndə qalıq 2-yə bərabərdir. Yox. Ona görə burada baxmıram. L-si yerinə yetirirəm. S-in üzərinə x gəlir. S-in neçədir? 0-dır. X-im neçə idi? 3 idi. 3 götürmüşük. 0-ın üstünə 3 gələm, bir də üstünə 2 gələm. Bu eləyir 5. Belədir 5. Bir də S bərabərdir. S-in üzərinə, 5-in üzərinə gəlirəm x-ım. X-ım neçədir? 3-dür. Bir də üstünə 1 gələm. Bu neçə eləyir? Bu da mənə verir 9-u. 9. Sonra gedirəm, x bərabərdir 4-ü götürürəm. X bərabərdir 4 olanda, 4 olanda. Deyirəm ki, yenə gəlib sual verirəm. Deyirəm ki, 4-ü 2-yə böləndə qalıq birdən fərqlidirmi? Bəli, 4-ü 2-yə böləndə 4-ü. 4-ü 2-yə böləndə qalıq 0 edir. Birdən fərqlidir. Ona görə bunu yerinə yetirirəm. S-in üzərinə, S-in ən axırıncı qiyməti neçədir? 9-dur. 9-un üzərinə gəlirəm nəyi? Demək x-i. X-im neçədir? 4-dür də. 9-un üstünə 4 gələm, bir də üstünə 2 gələm. Bu mənə verir 15-i. Sonra, indi gələm aşağı. 6-6 ifdə hamısını yoxlamalıyam. 4-ü 4-ə böləndə qalıq 1-dir. Yox. 4-ü 4-ə böləndə qalıq 0-dır. Ona görə buranın yerinə yetirmirəm. 4-ü 5-ə böləndə qalıq 2-dir. Yox. Ona görə də bunu yerinə yetirmirəm, amma else yerinə yetirirəm. Else-də nə deyir? Else-də demək, ən axırıncı səfər mənim S-im nədir? 15-dir. 15-in üzərinə gəlirəm x-ım. Neçədir x-ım? 4. Bir də üzərinə gələm nəyi? 2-ni. Bu mənə verdi 21-i. 21. Bir də 21-in üzərinə gəlirəm 4-ü, bir də gəlirəm 1-i. Bu da mənə verir 26-nı. 26. İndi təkrar gedirəm. 3-ü aldı, 4-ü aldı, indi 5-i götürürəm. 5-i. İndi gedib 5-i götürürəm. Ən axırıncı səfər S-im neçə alıb? 26 alıb. İndi gedib 5-i götürürəm. X bərabərdir 5-dir. 5. 5 artıq mənim bu x-imin qiyməti 5-dir. Yazıram bura 5. 5-i 2-yə böləndə qalıq neçə eləyir? 1. İndi deyir 5-i 2-yə böləndə qalıq birdən fərqlidir? Yox, birdən fərqli deyil, 1-dir. Ona görə bunu yerinə yetirmirəm. İndi gəlirəm 2 dənə alt-alta dövrlərə baxıram. 5-i 4-ə böləndə qalıq 1-dirmi? Bəli, 1-dir. Ona görə S-in üzərinə, S-im neçədir? 26. 26-nın üstünə x-i gələm, 5-i gələm. 26-nın üstünə 5-i gələm. Bir də üstünə nəyə gələm? 26-nın üstünə, bir də üstünə 3 gələm. Bu mənə verir nəyi? 34-ü. 31, bu da 34. Aha. Bir də, indi gəlirəm, bura baxıram. 5-i 5-ə böləndə qalıq 2-dir, yox, 0-dır. Ona görə bunu yerinə yetirmirəm. Else yerinə yetirirəm. Baxıram, else-də nə deyir? S-in üzərinə deyir, x-i gəl. S-im neçədir? 34-dür.
34'ün üzərinə 5'i gəl. Bir də üzərinə 2'ni gəl. Bu mənə nəyi verir? 41'i verir. 41'i. Bir də 41'in üzərinə, yəni S-in üzərinə x-i gəl, 5'i gəl, bir də üstünə 1 gəl. Bu da mənə verir 47. Ən axırıncı səfərdə 5 qiymətini alır və 4'dən çıxır. Proqramdan çıxır. Olur nə? S də 47'ni neyinir? Çapa vermiş olur. Olur nə? 47 ilə C variantı. Ümid eləyirəm, aydın oldu. İndi gəlirik nəyə? İndi gəlirik 14-cü suala. 14-cü sualda nə deyir? Demək, 14-cü sualda. Bax, yenə tutaq ki, bir dənə ədəd daxil edirəm. Deyir, 7 daxil edilərsə, yox, daxil eləmirəm, elə özü verir. 7 daxil olunarsa, onda Z-in qiyməti 2-dən 7-yə kimi. 7 üstə gələk 1, 8-ə kimi. Yəni, Z-in qiyməti nəyə bərabər olur? 2-yə, 3-ə, 4-ə, 5-ə, 6-ya və 7-yə. Deyir ki, hansı qiymət ekranda əks olunmaz? Birinci, Z gəlir 2-ni alır. 2-ni alanda R bərabər olur. A ilə B-nin cəmini. A ilə B-nin cəmini mənə verir 2-ni. Mənə verdi nəyi? 2-ni. A 1-ə bərabərdir. A 1-ə bərabərdir. Demək, A 1-ə bərabərdir. B də R-ə bərabərdir. Yəni 1 də 2-yə bərabərdir. Sonra burada nə deyir? Print R-i. Yəni print 2-ni çap elədi. Aha. Sonra getdi 3 aldı. 3'ü. 3 alanda düşür aşağı. Deyir A ilə B-ni cəmlə. A ilə B-ni cəmləyəndə bu mənə nəyə verir? R verir 3'ü. A deyir nəyə bərabər olsun? A B-yə bərabər olsun. A B-yə bərabər olsun. Yəni A 2-yə bərabər olsun. Sonra B 3-ə bərabər olsun. B 3-ə bərabər olsun. Print də 3'ü, yəni R-i neynəsin? Çap eləsin. Sonra gedir 4'ü alır. 4 alır. Artıq Z dedim. Nəyə bərabərdir? 4'ə. R bərabərdir. A ilə B-nin cəmi. R A ilə B-nin cəmi. 2 ilə 3'ün cəmi mənə verir nəyi? 5'i. A nəyə bərabər olsun? B-yə. Yəni 3'ə bərabər olsun. B də nəyə bərabər olsun? B də R-ə. 5'ə bərabər olsun. Və eyni zamanda print R-i, yəni 5'i neynəsin? Çap eləsin. Bu da belə. Sonra Z gedir indi nəyi götürür? 5'i götürür. Artıq Z-imin qiyməti 5'dir. Düşür aşağı. R bərabərdir. A ilə B-nin cəmi mənə verdi nəyi? 8'i. A 5'ə bərabər oldu burada. B də R-ə, yəni 8'ə bərabər olmuş oldu. Və print nəyi? R-i 8'i neynədi? Demək, çap elədi. Sonra getdi, nəhayət 6-cını, Z 6'nı çapa verdi. Belə götürdü, üzr istəyirəm, 6'nı götürdü. Düşür aşağı, R bərabərdir. A ilə B-nin cəmi 8 ilə 5-in cəmi 13 və eyni zamanda A da nəyə bərabər olsun? A da bərabər olsun B-yə. B 8'i almışdı. A B-yə bərabər olsun. Yəni 8'ə bərabər olsun. B də R-ə, yəni neçəyə? Demək 5, 8, 13, demək 6 qiymətində 13, A 8'ə bərabərdir. B də burada neçəyə? B də R-ə bərabərdir. 8 ilə 5'in cəmi burada 13 eləyir, 13. B də R-ə, yəni 13'ə bərabərdir və print R-i, yəni 13'ü neynədir? Çap elədi. Sonra Z gedir bərabərdir. Ən axırıncı səfər 7'ni götürmüş olur. Ən axırıncı dövrdür. 7'ni götürür. Burada düşür aşağı. R bərabərdir. A ilə B-nin cəmi 18'in üstünə 13'ün üstünə 8 gəlir. 13'ün üstünə 8 gələndə R olur 21. A nəyə bərabər olur? A B-yə bərabər olur. A-nın qiyməti 13, B-nin qiyməti 13-dür. 13'ə bərabər olur. B də R-ə bərabər olur. R də neçədir? 21'dir. 21'dir və print R-i, yəni 21'i çap eləyir. Burada baxın. Demək, burada 21'i də çap eləyir. 21 də çap eləyir. 13'ü də çap eləyir. 13 yox deyil. 8'i də çap eləyir. Sonra gəlir 5'i də çap eləyir. Sonra gəlir, 3'ü də çap eləyir. Amma bizim çap elədiyimiz ədədlərin içərisində 34 yoxdur. Ona görə 14 olur cavab nə? C-bədir. İndi gələm 15-ci sualım.
15-ci sualda nə deyir? Deyir ki, el 1-ə bərabərdir, alt-alta iflərdir və ifin içində ən axırıncı səfərdə nə var? İf də var. Alt-alta iflərdə var, ifin içində if də var. İç-içə də var burada. Baxıram. Baxın, burada el 1-ə bərabərdir. Aşağı düşür if, şərt qoyur. Deyir, el 1-ə bərabərdirmi? Deyirsən, bəli. Ona görə bax, bu işarə getdi çapa. Getdi çapa. Getdi çapa. Sonra 1-i 2-yə böləndə qalıq 1-ə bərabərdir. Bəli, bərabərdir. Bax, bu da getdi çapa. Sonra el 1-dir. 1-i 4-ə böləndə qalıq 0-a bərabərdir. 1-i 4-ə böləndə qalıq 0-a bərabərdir. Tam istək, qalıq yox. 1-in içində 4 tam neçə dəfə yerləşir? 0 dəfə. Ona görə də bax, bu dollar işarəsi də getdi çapa. Dollar işarəsi də getdi çapa. Bu iç-içə ifdir deyə, bu ödədi deyə, ona görə bax, bunun içindəki ifə baxıram. 1 böyükdür mənfi 1-dən. Bəli, 1 mənfi 1-dən böyükdür. Ona görə bax, bu faiz işarəsi də getdi çapa. Bu ödədi deyə, bu if ödədi deyə, bu elfə baxmıram. Ona görə hansı simvol əks olunmaz? Bax, bu da əks olundu, bu da əks olundu, bu da, bu da. Nə, printə nəyə getmədi? Bax, bir dənə bərabər işarəsi, burada printə nə oldu? Getmədi. Bu da cavab nə? D bəndi. 15-də cavab oldu D. İndi 16-cı suala baxın. Deyir ki, Python dilində tərtib olmuş proqram icra edilərkən klaviaturadan 49 qiyməti daxil olunarsa, daxil edilir. Hansı qiymət ekranda çap olunur? 49 böyükdürmü 0-dan? Hə. 49-un 7-yə bölünməsindən alınan qalıq 0 oldu. 0-da. Elədimi? Sonra 0-ın da üstünə gəlirsən, 1-i 0-a vurursan, bu sənə verir nə? 0. 0. Sonra K da bərabərdir. K-nı ona vurursan, 1-i ona vuranda elədi 10. Sonra 49-u, yəni E-ni 7-yə böləndə, 49-u 7-yə böləndə tam sizə sənə verdi 7. Sonra N 7-də bir də qayıdır, yuxarı sual verir. Deyir ki, 7 böyükdürmü 0-dan? Deyirsən, hə. R bərabərdir. 7-nin 7-yə bölünməsindən alınan qalıq sənə nə verdi? 0 verdi. S də bərabər olur. 0-ın üzərinə gələm, onu vururam 0-a. Bu da mənə 0 verir. K da bərabər olur. 10, bura 10. Bu da mənə verir nəyi? 100-ü. Demək, 100-ü verdi. K neçə idi axırıncı səfər? 10 idi də. 10 da ona vurdum, elədi 100. 100. Sonra N də bərabərdir. N də bərabərdir. Axırıncı səfər 7 idi. 7-ni də 7-yə böləndə tam hissə düşdü 1. Bir də gedir sual verir. Bir də qayıdır dövrə. 1 böyükdürmü 0-da? Deyirik, hə. Hə deyirik, düşürük. R bərabərdir. 1-in 7-yə bölünməsindən alınan qalıq mənə verir 1. S də bərabərdir. 0-ın üzərinə gələm. 100-ü 1-ə vururam. Eləyir 100. 100. K da bərabərdir. K. K-nın axırıncı səfər qiyməti 100 idi. 100-ü də ona vuranda elədi 1000. Sonra K da bərabərdir. K da bərabərdir. 1-in içində 7. 1-in içində 7. Tam isə 0 dəfə düşür. 0 böyükdür 0-dan. Yox deyib dövrdən neyiniyir? Çıxır. Yox deyib dövrdən çıxır. Ən axırıncı səfər nəyi? S-i çapa deyir mənə. S axırıncı səfər nə oldu? 100 oldu. Ona görə 16-da cavab nə olur? A variantı olur. İndi gələm 17-ci suala. Deyir ki, N dəyişəni daxil olunmuş hansı ən kiçik qiymətində proqram 6 dəyərini çapa verər? Baxın, bu əgər 6-nı çapa veribsə, bu dövr neçə dəfə işləyib? Mən deyirəm 3 dəfə. Hardan tapdım? Bax, 0-ın üzərinə neçə dəfə 2 gəlib ki, 6 eləyib? 3 dəfə 2 gəlib. Baxın, 3 dəfə 2 gəlib. Demək ki, bax, bu dövr 3 dəfə işləyib. Bax, bura var, bura 3 dəfə işləyib. 3 dəfə işləyib. Əgər bura 3 dəfə işləyibsə, onda mən eni vururam, nəyə? 3 dəfə 2-yə vurmuşam ki, eni 3 dəfə 2-yə vurmuşam ki, 3 dəfə 2-yə vurmuşam və həmin 3 dəfə, 3-cü dövrdə artıq bu şərtə yox deyib də, böyük bərabərdir, 50 deyib çıxıb. Elədimi? Burada böyük bərabərdir, 50 deyib. Elə? Onda n vuraq 8 böyükdür bərabərdir 50-yə. N də böyükdür bərabərdir 50-ni 8-ə bölürəm. Bu 6 tam %25 düşür. Onda n dövr sayı tam kəsr ədəd ola bilməzdir. N-i götürürəm necə? 7. N-i götürdüm 7. Sonra indi bu bunun nə idi?
7 dəyəri ilə neynədir? Çıxışa verdi. Bu heç. Əgər bizə desək ki, bu kiçik yox halında çıxıb, onda bunun hə dövrü nə vaxt ola bilər? Hə dövrü nə vaxt ola bilər? Hə dövrü də eni mən 2 dəfə 2-yə vurmuşam ki, kiçik də 50 demişəm. Elədimi? Onda n kiçikdir 50-ni bölürəm 4-ə. Bu eləyir 12 tam onda 5. O da n kiçik deyil 12 tam onda 5-dən 12. N 12-yə bərabər olmuş olur. Deyir, hansı ən kiçik qiymətindir? Elə 7. Ən kiçik qiyməti 7 olur. Ən böyük qiyməti isə 12 olmuş olur. Ona görə cavab oldu nə? E var. Sonra gəlirik. Bura. Deyir ki, proqram icra edilərkən öncə 102, sonra da 9 ədədi daxil olunarsa, onda deyir, proqram nəticəsini müəyyən edir. Proqramın nəticəsini müəyyən edir. Mən baxıram, görüm. Demək, A nə qədər ki, B-dən böyükdür, A-dan B-ni çıxıb. Yəni, A neçədir? 102-dir. Bu dövrə nə vaxt yox dəyəcək? A böyük bərabərdirinin əksi nədir? A kiçikdir B olanda. Elədimi? A kiçikdir B olanda. A-dan, yəni 102-dən neçə dəfə B-ni çıxıb? B neçədir? 9-dur. 102-dən neçə dəfə 9 çıxıb ki, kiçikdir nə olur B-dən? Kiçikdir 9 olur. Onda 9K kiçikdir 102-dən 9-unu çıxıram. Bu mənə verir 93. K da kiçikdir. 93-ü 9-a bölürəm. Təxminən 10 tam nə qədərsə eləyir. K elə 10-a bərabər olur. Düzdür? 10-a. K 10-dursa, onu gəlib yerinə qoyuram. Bax. 102 çıxılsın, 9 vuraq 10. Ma nə verir? 12 verir də. 102-dən 90-ın çıxanda bu ma 12 verir. Düzdürmü? 12. 12 kiçikdir 9-dan. Bax, bu dövrə yox dəyəcəm. Yox. Onda mən bir dövr sonra, məsələn, mən 12 kiçikdir 9 yox. Onda K-nın dövrün sayını artırıram. K-nı 11 götürürəm. 11. Onda olacaq belə. 102 çıxılsın 9 vuraq 11. O da bərabərdir. 102-dən çıxıram. 9-u 11-ə vuranda 99 eləyir də. Düzdürmü? 99. 102-dən də 99-u çıxanda neçəsi qalır? Qalır 3. 3 qalır. Yəni mən 102-dən 9 dəfə, 11 dəfə 9-um çıxanda mənə B-dən, yəni 9-dan nədir? Kiçik qiymət vermiş olur. Kiçik qiymət belə hədə kiçik qiymət vermiş olur. 102-dən 9 dəfə 11-in 99 eləyir. 102-dən 99-un çıxanda 3-ü qalır. 3 kiçikdirmi? Böyük bərabərdirmi 12-dən? Böyük bərabərdirmi 12-dən? Yox deyib, dövrdən çıxmış olur. Ona görə də cavabımız nə olur? 3 olur. Yəni burada cavab elədi E variantı. İndi 19-a gələm. 19-da nə deyir? 19-da deyir ki, dövrün gövdəsi neçə dəfə icra olunacağını müəyyən edir. Baxın, birinci dövrə 0-la gedir. 0 kiçikdir, bərabərdir 100-dən. Deyirsən, hə. Onda x-ı, print x-ı, yəni 0-ı çapa verir. Sonra 0-ın üstünə 2 gəlir, 2 olur. Sonra qayıdır 2 kiçikdir, bərabərdir 100-dən. Hə deyir. Demək, 2-ni çapa verir, o heç. 2-nin üstünə 2 gəlir, 4 eləyir. 4 kiçikdir, bərabərdir 100-dən. Hə, 4-ü çapa verdi. 6-nı, 8-i, bax, belə gedəcək. Ən axırda 96, 96-nın üstünə 2 gələcək, 98. 98 kiçikdir, bərabərdir 100-dən. Hə. 100-ü də çapa verəcək. Bax, 98. Gəlib 100-ü çapa verəcək. 100-ün üstünə 2 gələcək. 102 eləyəcək. 102 kiçikdir 100-dən. Yox deyib, dövrdən çıxacaq. Yəni 100-ün özündə çapa verəcək. 100-ün özündə. Yəni ilkin qiymətim nədir? 0. Sonuncu qiymətim də 100-dür. 100-dür. Neçə dəfə icra olunar? Bax, bu əməliyyat. Söhbət 0, 2, 4, 6, 8 cüt ədədlərdən gedir.
Onun sayının tapılma qaydası, mən dövrlərin sayını sizə demişdim. 100-dən çıxıram 0-ı, birinci ədədi. Aralarındakı fərq nədir? 2-dir. Bölürəm 2-yə və üstünə 1 gəlirəm. Bu da neçə eləyir? 51 dəfə. Demək, dövr neçə dəfə işləyir? Bax, bu dövr 51 dəfə işləyir. A variantı. Sən durub bunu dənə-dənə geçsən, onda imtahanı tutarar. Bunu belə eləmək olmaz. Bunun qaydası budur. Sonra gəlirəm 20-ci suala. Maşallah olsun. Gələk görək 20-ci sualda nə deyir? 20-ci sual. İndi baxaq. Deyir ki, n bərabərdir. Tutaq ki, mən burada 3 verirəm. 3. N-ə 3 versəm, burada x da natural ədəddir. Tutaq ki, x da 1 olsun elə. 1 olsun. Bu 1-dən 3-ə kimi, 4-ə kimi. Yəni i alır 1-i, 2-ni, bir də 3-ü. 1-i, 2-ni, bir də 3-ü alır. Yaxşı. i 1-i alanda, neynir? i 1-i alanda düşür aşağı. Gəlir, s bərabərdir. S-in üzərinə nə gəlir? Demək, S-in üzərinə gəlir nəyi? P-ni. S-in üzərinə gəlir P-ni. i gəlir, birinci 1 alır. i 1 alır. X-in də qiyməti natural ədəd dediyi 3-ü naturaldır. Onu da 1 götürürəm. 1. S-im də nəyə bərabərdir? 0-a bərabərdir. 0-a. Onda i bərabərdir 1-dən 4-ə qədər. i 1 olanda düşür aşağı. S-in üzərinə P-ni gəlir. S-im neçədir? 0-dır. 0-ın üzərinə P-ni gəlir. P-im neçədir? Mənim. P x-ə bərabərdir də, yəni 1-dir. P-imdə x-ə bərabərdir, yəni 1-ə bərabərdir. Axı x-i 1 götürmüşəm. 0-ın üstünə 1 gəlir, olur 1. P də bərabərdir, P-ni x-ə vurur. P neçədir? 1 idi. 1-i x-ə vurdum, oldu x. Sonra i bərabərdir 2-ni götürür. Düşür aşağı. S bərabərdir. S-in üzərinə, S-in neçədir? 1-dir. 1-in üzərinə gəlir P-ni. P-imdə x-dir. 1-in üzərinə x gəlir, olur x. Olur x. P də bərabərdir P-ni. Vurur x-a. P-im neçə idi? X idi. X-i vururam x-a. Bu olur x-in kvadratı. Sonra i gəlir 3 alır. i 3 alanda düşür aşağı. S bərabərdir. S-in üzərinə. S-in neçədir? X-dir. X-in üzərinə gəlir P-ni. P-im neçədir? X-in kvadratı. Düşür aşağı. P də bərabərdir. P vuraq x. Artıq nəticələrdən hiss olunur ki, hansı variantdır? Burada C variantı oxşuyur. P də bərabərdir. P-ni x-ə vururam. P-im neçədir? X-in kvadratı. P-im neçədir? Demək, x-in kvadratıdır. X-in kvadratını da vururam nəyə? X-ə. Bu deyilir x-in kubu. Əgər bax, x üstə gəl x-in kvadratı, bir də 4-cü hədd versəydim, üstünə gələsiydi x-in kubu, sonra üstünə gələ x-in 4-ü, bu cürə gedəcək. Bu da olur nə? C variantı. Ümid eləyirəm, aydındır. Sonra gəlir neçənci sual? Gəlir burada gəlir demək 21-ci sual. Burada proqram nümunəsində var. Deyir burada klaviaturadan daxil ediləcək n sayda natural ədədin hasilini tapan proqram kodu yazmaqdan ötürü burada sual işarəsi 1 ilə 2-nin əvəzinə nə yazılmalıdır? N sayda natural ədədin hasilini tapmalıdır. Burada hasilini nə etməlidir? Tapmalıdır. Burada hasilini tapmaqdan ötürü əvvəl mən nə etməliyəm? Mən əvvəl demək burada məsələn n sayda 4 vermişəmsə 1-dən 4-ə qədər nədir? Ədədlərin hasili tapılmalıdır. Məsələn, S-ə əvvəl nə verirəm? S-i əvvəl vururam, sonra i-ni artırıram da. S-ə əvvəl vurmalıyam, sonra i-ni nə etməliyəm? Artırmalıyam. Amma burada deyir ki, n sayda natural klaviaturadan daxil ediləcək n sayda natural ədədin hasilini tapan proqram. Mən onda birinci vurmalıyam. Ondan sonra nə etməliyəm? Sayını artırmalıyam. Məsələn, tutaq ki, belə deyək də, n-ə tutaq ki, 4 vermişəm. N-ə 4 vermişəmsə, S-im 1-dir, i-m də 1-dir. 1 kiçikdir, bərabərdir 4-dən. Hə deyirəm, S-i vururam i-yə.
1'i vururam 1'ə olur 1. İ'ni bir vahid artırıram olur 2. Deyirəm ki, 2 kiçikdir bərabərdir 4-dən. Deyirsən, hə. S bərabərdir. S bərabərdir. S'i i'yə vururam. S'im neçə idi? 1 idi. 1'i vururam 2'yə. 1'i vururam 2'yə və i'ni bir vahid artırıram olur 3. Sonra gəlirəm 3 kiçikdir bərabərdir 4-dən. 3 kiçikdir bərabərdir 4-dən. Deyirsən, hə. Onda S bərabərdir S'i. S neçə idi? 1 vuraq 2'ni. 1 vuraq 2'ni. Bir də i'yə vururam. 3'ə vururam. Demək, i də bərabərdir. Nə olur bu dəfə? i də bərabərdir 4 olur. 4 kiçikdirmi 4-dən? Yox. Bax, bu cürə gedir. Bu cürə gedir. Ümid eləyirəm, başa düşdün. Yəni, S'i əvvəl demək, neyinirəm? Inputa vururam. Ondan sonra, vurandan sonra üzərinə nəyi gəlirəm? 1'i gəlmiş oluram. Bu da 21-ci sual. İndi 22-ci suala baxaq. 22-ci sualda deyir ki, proqram nəyi çap eləyir? Nəyi çap eləyir? Bax, fikir verirsiniz. Burada nədən söhbət gedir? Baxın, burada gəlir. S-i 200'ü alıb. 200 böyükdür 0'dan? Hə. C bərabərdir. C'nin üzərinə, 0'ın üzərinə gəlir i'nin kubu. i neçədir? 200'dür. 200'ün kubu. Bax, bu gəlir. Sonra i'dən, 200'dən 1'in çıxır. Qalır 199. 199 böyükdür 0'dan? Hə. C'nin üzərinə, yəni 200'ün kubunun üzərinə gəlir 199'un kubu. Düşür aşağı 1'in də çıxır 198 olur. Bax, belə dövr gedir. Dövr gedir. Ən axırda gəlir bura i 2 ilə düşür. 2 böyükdür 0'dan? Hə. 2'nin də kubunu çap eləyir. 2'dən 1'in çıxır, 1 qalır. 1 böyükdür 0'dan? Hə. 1'ində kubunu çap eləyir. 1'ində kubunu çap eləyir. Düşür aşağı 1'dən 1'in çıxır, 0 eləyir. 0 böyükdür 0'dan? Yox deyib dövrdən çıxır. 200'ün kubundan düz 1'in kubuna qədər hamısını neynir? Kubları cəmin neynir? Kubların cəmin tapır. Yəni 1-200 parçasında olan natural ədədlərin kubları cəmini neynir? Hesablayır. Bu da belə. Bu 22-ci sualda cavabımız oldu E variantı. İndi gəlik 23-cü sual. 23-cü sualda nə deyir? 23-cü sualda bir ədəd verir. Deyir, həmən ədəd əgər sıfırdan fərqlidirsə, onda neynə? Onda həmən ədəd t-ni ona vur və üzərinə həmən ədədin qalığını gəlir. Bax, bu ədəd var, ha. Bax, bu ədədi tərsinə yazmaq deməkdir. Nə deməkdir? Ədədi tərsinə yazır. Bax, məsələn, bu ədədi verir. Bu ədədi verir. Bax, bir dəqiqə qoy bunu. Baxın. Gəlir. Burada ədədi verir. Ədədim nədir? N bərabərdir 32.214-ə. Deyir 32.214 fərqlidirmi 0-dan? Deyirsən, hə. Deyir, onda t bərabərdir. T-ni 10'a vur. 0'ı 10'a vuranda eləyir 0. Üstə gələk. N'in 10'a bölünməsindən alınan qalıq düşür. 4 0-la 4'ü toplayanda olur 4. N bərabərdir. Bu ədədi kiçildəndə olur. Demək 3221. Sonra deyir 3221 böyükdür 0'dan, belə fərqlidirmi 0'dan? Fərqlidirmi 0'dan? Deyirsən, hə. Deyirsən, hə. Deyir, onda t bərabərdir. T-ni 10'a vur. 4'ü 10'a vuranda eləyir 40. Üstünə gəlirsən. N'in 10'a bölünməsindən alınan qalıq düşür 1 olur 41. N də bərabərdir. Bunun tam hissəsi olur 322. İndi 322 fərqlidirmi 0'dan? Deyirsən, hə. Onda t bərabərdir. T-ni 10'a vurur. 41'i 10'a vuranda 410 eləyir. Üstünə gələm 322'nin 2'yə bölünməsindən, belə 10'a bölünməsindən alınan qalıq olur 2. Bu da olur necə? 412. Sonra gəlirsən aşağı. Bu N'i də tapırsan. N də nə olur? Olur 32. Sonra deyirsən ki, demək,
32, axı enim 32'dir. 32 fərqlidirmi sıfırdan deyirsən, hə. Onda t bərabərdir. T-ni ona vurursan. 4120 eləyir. Bir də üstünə gəlirsən, bunun alınan qalığı 2 eləyir. Olur 4122. 22. N də bərabərdir. 32-ni 10-a böləndə tam üstə neçə düşdü? 3 düşdü. Deyirsən ki, 3 fərqlidirmi sıfırdan? Yenə hə deyirsən. Hə deyirsən, t bərabərdir. Bu ədədi 10-a vuranda 41220 eləyir. Üstünə gəlirsən, 3-ü 10-a böləndə qalıq eləyir 3. Olur 41223. N də bərabərdir. 3-ü 10-a böləndə tam hissə 0 olur. Sonra təkrar bir də n dövrə qalxır. Deyir, burada n axır 0 olmuşdur. Deyir, 0 fərqlidir 0-dan. Yox deyir, dövrdən çıxırsan. Ən axırıncı səfər t-yə nə aldı? Bax, 41223. Ədədim nə idi? Ədədim bax buydu. Baxın. Ədədim bax buydu. Bax, ədəd buydu. Amma mənə nəyi verdi? Bunu verdi. Bax, verilmiş ədədi tərsinə yazdı. Bax, elə bir ki, bu cür oxudu. 41223. Bax, bu yazılışın mənası yadınızda qalsın. Bax, bu yazılış ədədi demək, ona vurub, verilmiş ədədi ona vurub üstünə qalığı gəlmək, ona vurub üstünə qalığı gəlmək ədədi tərsinə yazır, tərsinə yazır. Bax bu cürə. Ona görə cavab nə oldu burada? Baxaq görək. Burada cavab oldu. Görək. Aşağıda veririk. Hə, ədədi tərsinə. Proqram nəticəsini müəyyən edin. Heç nə. Proqramın nəticəsi olacaq belə. 41, 223. Hə. Verilmiş ədədi təyinatın soruşda deyirsən ki, daxil edilmiş ədədi tərsinə yazır. Və yaxud da ki, çapı soruşda, çap da 41223 olur. Gəlim 24-cü suala. 24-cü sualda nə deyir? 24-cü sualda deyir ki, Python dilində tərtib olunmuş proqram icra edilərkən klaviaturadan 10 daxil edilərsə ekranda nə əks olunur? 12-yə böləndə tam hissə düşdü 5. İ neçədir? 1-dir. 1, 5-dən, 1, 5-dən, 1, kiçikdir, bərabərdir 5-dən, hə. Ondan, onu 1-ə böləndə qalıq hissə neçə düşdü? 10, bölünsün 1, qalıq düşdü 0, S də bərabər oldu nəyə? 2-yə. İ də bərabərdir neçəyə? 2-yə. Sonra, 2 kiçikdir, bərabərdir 5-dən, hə. Onu 2-yə böləndə, qalıq 0-dırmı? Hə. S bərabərdir 3 oldu. İ də bərabərdir, neçə oldu? 3 oldu. 3 kiçikdir, bərabərdir 5-dən, hə deyirsən, hə. Sonra 13-ə böləndə qalıq 0-a bərabərdir. 13-ə böləndə qalıq 0-a bərabərdir, deyirsən yox. İ oldu neçə? Axı, İ burada 4-cün sərbəstidir. Bu həmişə yerinə yetirilir. İ bərabərdir 4 olur. 4 kiçikdir, bərabərdir 5-dən. Yenə buna da hə deyirsən, hə dedir. Onu 4-ə böləndə qalıq 0-a bərabərdir. Onu 4-ə böləndə qalıq 0-a bərabərdir. Yox. Yox. C yenə artmır. İ oldu neçə? İ oldu 5. 5.